Yoxdur. Məni bəs qucaqla. Zəhmət olmasa düşə bilərsiniz siz. Ay, çox sağ olun. Məni qucaqla. Elə bir şey yoxdur. Məni qucaqlanı yaddan çıxardı. Məsələ nədir? Qız hara getdik? Görün bura. Sol tərəfdən. Baxın, sol ayaqlığa arxada oturan sərnişin sol ayağını qoyur, çiynindən dəstək alaraq. Qalxır, ayaq keçir və oturur. Oturandan sonra bəzi motosiklet sürənlərin qucaqla söhbətini yığışdırırıq. Birinci, dizlərlə öndə oturan sıxılır. Bu nəyə görədir? Sabit, necə ki sürən bakın qırağından motosikleti saxlayır, eyni zamanda da sərnişin sürəndən yapışmalıdır. Əllərin vəziyyəti. Əllər qucaqlamaq deyil, zamokdur. Yəni əl zamok formasında zəhmət olmasa. Bu da nəyə görədir? İzah eləyək. Motosikletdə tormuz verəndə arxada olan sərnişin sürənin belində qalmasın deyədir. Əl baka dirənir və bakda özünü saxlayır. Zamoku soruşa bilərsiniz. Bu nəyə görədir? Ani qaz açımında əl zamokdur deyə bu gəlir, sürən adamda ilişir və sizi yıxılmağa qoymur. Bir də pik nöqtə, döngələrdə. Əgər sürənlə bir yerdə hərəkət edirsinizsə, döngələrdə də bir yerdə olmalısınız. Motosiklet sürən sola əyiləndə, siz də sola, sağa əyiləndə, siz də sağa. Yəni bu sola əyildi, mən balans saxlayayım, sağa əyilim, inanın ki, tik aparıcı olarsınız. Yəqin ki, hamı başa düşdü. Bugündən sonra qızları mindirəndə məni qucaqlayın söhbəti eləməyin. Hələlik mən Shadow Rider.